Salam uşaqlar, deməli bu vlogun bir gün öncəsidir. Bəli, dedim bunu çəkim sizin üçün. Bu günlərim deməli paltarlarımı yığacağam. Bunlar təbii ki də sizə göstərə bilməyəcəyəm. Bu günlərin paltarlarımı yığmalıyam, hazırlaşmalıyam ki sabaha hazır olum. Və sabaha heç bir şey qalmasın. Yəni bu günlərin bunları yapmalıyam. Çocuklar, sizin bunun üçün də sizə video çəkeyim. Ne tersus bu arada? Bu arada uşaqlar, videonu bəyənməyi və like atmağı unutmayın. Bəyənməyi, like atmaq deyəndə, yəni uşaqlar eyni şey gəlib çıxır. Videonu bəyənərsiniz, kanala abunə olarsınız və istədiyiniz başqa tür videolar varsa, onlar da yoruma yazarsınız. Çəkərəm qəşəngcə. Tamam mı? Görüşürüz. Bye. Salam, sabahınız xeyir. Uşaqlar, ölürəm yuxu üçün. Dedim yatmayacağım, amma istər-istəməz insan indi yuxuya gedir. Özdə çox az yatmışam. Gördüyünüz kimi gözümün altı pis haldadır, şişibdir. Bəyəlli çocuklar, gelin böyle konuşalım. Bəli uşaqlar, gözlərimin altı şişibdir və birazdan biz yola çıxacağıq. Və mən təxmin edin ki, saat neçədə durmuşam? Saat düz 7-də durmuşam. Əslində 6-da durmam gerekiyordu. Amma saat düz 7-də durmuşam. Cəmi yarım saat vaxtım var. Ondan sonra düz Bərdə gidirik. İndi mən hazırlaşacağım. Uşaqlar, çox az vaxtım olduğu üçün çox az çəkəcəyəm. Çalışdığım qədər əslində çox çəkməyə çalışacağım sizin üçün. Görüm nə yapıram. Mən gidim hazırlaşım gələyəm. Belə buradan gedirik. Hələ ki Elnur müəllimi görmürəm. Bu arada ayaqlarımı çəkirəm çünki insanlar var. Onları çəkə bilmərəm. Sonra problem yarana bilər. O yüzdən də durub da hamısını bir-bir icazə alırsa deyiləm ki, uşaqlar düz demirəmmi? Hoş geldin. Xoş gördük. Ya indi gedirik uşaqları götürməyə. Alatabadayıq indi bu dəqiqə. Getdik. Bəli, uşaqları da götürdük. Gidirik. Hello. Deməli nereye gidiyoruz? Bərdiyə. Ay sağ ol. Ne saat yolumuz var ay Roza? 4. 4 ya 4 saat yol olur. Uşaqlar 3 ya da 2 mən də bu qədər bilirəm sizin qədər. Deməli gidirik. Görüşürük. Gedirik. Üzü ara. Bərdiyə. Bərdəyə gedirik. Bəli, mən də indi bilmirdim Bərdəyə gedirik. Görək Bərdədə nə edəcəyik? Maraqlı çəkişlərimiz var. İzləmədə qalın. Aysunun kanalına abunə olun. Gözəl videolar, paylaşımlar olacaq. Aysu tanıyırsınız, hamı tanıdığı Aysu xanım. Qəşəng çəkişlərimiz var. İndi biz çəkişlərə doğru gedirik. Go Bərdə. Bugün biraz hamı təzə durub, ona görə demək, Bərdədə başımıza nə gələcək, çəkilişdə nə olacaq, ondan sonra istirahət necə keçəcək, hamısı bu videoda axıra kimi izləyin, görəcəksiniz. Bəli. Karoci. Allah sizi mehriban eləsin. Karoci, burada kim var? Leyla xanım. Leylanın. Leyla bilmirəm bizi niyə tutur. Ay belə Allah. Belə işlər. Karoci, go Bərdə. Kürdəmirdəyik. Kürdəmiri keçirik. Salam Aysu xanım. Nə edirsiniz? Ay vlog böyle sağlam diye gitmişəm. Biz bu günləri yeniyoruz. Deməli qızımızın saçını hörürük. Qızımızın yəni elə biraz sonra yəni uşağın saçın burada beynəçini qəşəng hörürük ki, bundan sonra buruq olsun qəşəng. İndi buruq olmaya da. Buruq olsun. Qaşaqca az uşağın ağzına soxduz kamera. Düşün çay içirik. Gözləyin gəldik. Çay sadəcə 5 dəqiqə. Yaxşımı? Bakın. Gedib sataq görüşək. Əziz dostlar, gəlmişik indi çay içməyə. Bundan sonra hələ 1 saatlıq yolumuz var. Amma əslində 1 saatlıq da Elnur əminin sürüşü ilə 2 saatlıq oldu. Deməli bu da çay.
Hiç çay görmemiş kimi. Bunu da belənçə. Görməmiş. Sünədirək belə. Biraz duz tök yine. Şu. Tuzladık. Qəşəng gülə bilərsiniz uşaqlar. Deyə bilərsən. Sözümü dön də. Bərdiyə atsan Nə fikir? Buraq bu bərdənin adını. Elə bərdə. Tuz değil de. Duz yeyir. Deyən saçımı Aysu 5 saata yığdı. Aysu saçını necə yığdı? Qəşəngdir. Danış video dedi. Danış. Pis. Hoppa. Sən heç nə demirəm. Özümə çox böyük bir əziyyət verib onun saçını yığım. Sən əgib olsa işləmə. Sözümüz Ama var. bir saat yıkmışsın da. Bir saate Bir yığılır. saata yığmısan deyəndə, yəni normal xeyriyə eləncəyin elədi. Az məsəb də saçını hörsən mənə iç. Düz deyil. Desene. Bir saat yıkana kadar. Tam geri evine çatan onu çatmamış. Mən Maşını sürən Aysu deyirəm. Sürən buradadır. Yəni bir saatlıq yolu 2 saata aparır. Nurəmi sağ olsun. Mən nə edeyim? Sən o saçını yığırsan, mənim fikrim dağılır. Mən ona görə gəl. Yollar profkadır ya. Tükün biri Necə? vermişsin. Profkadır. Gör nədir? Dedi. Yollar profkadır. Yollar profda. Prof- Mən birinci dəfə eşidirəm. Yollar Trasta pasivici Allah rəhmət eləsin. Allah profqanı. şey olar. Ara Bakı ələt yolu profqanı. 119 hafta. 119'lar avtobus ile geçmiyor. Yıldırım başı. Başqa nəsə sözünüz var, Roza? Hə? Dənə sizi mənə urcaq eləyəm. İç bu ayranı. Nə var pul verirlər. İç. Pul vermişəm mən ona. İç. Neyse, bugünlük verişimiz bura kimi idi. Birazdan da yarısında təkəcəyik. Görərsiniz. Ben çası için limon, çay için limon. Kim limon? Ay belə niyə eləyir ha? Neyse, sağ Kazandığını olsun Mərd düzəltdirib Mazar. deyə, dəqiqədə beğendik. Adını nətin olur? Emirəm, söndürə bilərsən. Deməli, hələ də buradayıq. Çay içiyoruz. Hanım, ürək sözləriniz deyin zəhmət olmasa. Ürək sözlərimi deyə bilmirəm. Hə, deməli az o hardan getdi sürüşdü. Uşaq hara getdi bilmirik. Uşağa sahib çıxmasa uşaq vallahi itəcək. Taçak. Baş çəkmədən o yüzdəyim. Analıcım uşağın. Bəli, məndən çox inşallah yaxşı bir ana olacaq. Aha. Çekme sen çekme. Niyə çəkmirəm? Azca görüm az danışına. Gəlməyimi gözləyib üzərədə. Uşaq qayıdır. Canmışım. Gəlmə. Biz də hələ də bu Kürdəmirdən çıxa bilmirik. Kürdəmirdən qoqo bəli. Bəli, Kürdəmirə çox gülməli zarafat idi. Bəli, inşallah, hər neysə. Bu qədər Bərdən də zarafatını eləyək. Bərdə. Yoxsa yevməm. fikir verməyin. Acılıqdan da hamısı. Başım hala gəlir. Başına hava gəlmiş uşaq acıqdı. Ona görə belənsinə deyil. Hə, Çayla başımızı aladılar. Yeməyə. hə, az qaldı uşaqlar. Hələ də bu prosu az qaldı deyirəm. Prosu mənim bu Kürdəmirdən çıxsa az qalacaq. Oturmuşuq hələ, çay içiyoruz və biz də burada sallanıyoruz. Kürdəmirdə yemək satmırlar. Bu ne lan? Her neyse biz çok bekarız. Ona göre de belənçinə biraz sallanıyoruz. Sonra gidiyoruz. Ayşın saçının rəngi məni məndən aldı. Sen ben saçının renginə nə işin var? Görəm məni məndən aldı da. Uşaqlar, bir de böyüklər və kiçiklər zəhmət olmasa herkes abone olar səhifəyə və videoları da bəyənin çünki ardı da gələcək. Paka. Go Bərdə. Tahta. Hello. Ürək gedirik. Parka çəkilişləri yapmaya. Çəkiliş Bəli, buyurun daşın. neydi? Çəkiliş arxası görün. Kadr arxası. Bəli, uşaqlar, kadr arxası görüntüləri. Yox, kadr arxası görüntüləri sizə göstərəcəyəm. Çəkiliş arxasını sizə göstərəcəyik. Bəzi burada arxivləri üzə çıxaracağıq. Bəli, məsəl üçün bu. Şu da olabilir. Balaca cimcimə. Bye. Birazdan görüşərik. Artıq Bərdə çatdıq. Deməli, çəkilişimiz saçandan başlayır. Çəkilişimiz saat 3-də başlayır. Kameramız da orada hazırdır. Bəli. Elnur müəllimi gözləyirik. Gəlsin, sonra çəkilişlərə keçirik.
Hələ ki uşaqlarımız bu qədərdir. Yəni digər uşaqlar da gələcəklər. Demək, burada kim var? Elza. Neysən Elza? Roza. Bəli, bəli. Adını da öyrənəcək yavaş-yavaş. Gözlə. Bəli, başladım. Mən çəkilişi daha doğrusu oynadım, bitirdim və videoyu çəkirəm sizə kadr arkası. Bu da sizə kadr arkası. Ənur müəllim, ne yapıyorsunuz? Çəkiliş gedir. Baxın. Yorulmayasınız, yorulmayasınız. Əziyyət çəkirik. Bəli. Yanada qalın. Kanala abunə olun. Bəli, sonuna kimi təsdiqləyirəm. Yeni videolarla qarşınızdayım. Biraz da belə baxın, sonra keçib əsl videoya baxarsınız. Əsl video daha doğrusu budur uşaqlar. Amma prosta ki, yəni beləncə bu çəkilişi deyirəm ki, girib baxarsınız. Görüşürüz. Baka. Bəli, artıq sizlə biraz dedim söhbət eləyim, amma sizi eşitməsəm də uşaqlar, siz mənə eşidiyorsunuz. Yorumlarda fikirlərinizi bildirərsiniz. Yazın. Qəşəng şeylər yazarsınız. Hepinizi Abone olun. gözlüyorum. Bəli. Bu kanalına abone olun. Peşman olmazsınız. Bəli. Yəni ki Əziz kimi gözəl dost kamera arxasında əslində olar. İnşallah zarafat edin. Təbii ki də bu bir zarafatdır. İzləmədə qalın. Yeni videolarla görüşəcəyik. Əslində bunu o bir videoda dedim. Burası dedim bu videoda da deyim. Nə olacaq? Videoda deyəndə yəni bunda da deyim. Nə olacaq ki? Orada hələ də çəkilişlər davam ediyor. Bəli, sonda baxarsınız. Bəli, az kimi çəkəcəyəm, görmürsən, bəli uşaqlar, baxın. Herkes burada, herkes burada. Çıxışıyor. Restorana yağmur bastı. Bəli. Deməli, əziz dostlar, sən neysə elə ondan, uşaqlar, şipkolarınızı yerdir. Hepsi satışda var. Azlara fət eləmə. Biz sabahsı denizə alverə də başlayacaq uşaqlar. Dərdiyə gəldiysə, 1 manada al, 5 manada sat. Bəli, yəni görsünüz çox Biznesmen də biznesmen. Biz yalan danışan adamlar deyilik. Bəli, yalan doğru olar, amma doğru yalan ola bilər. Nə? Deməli, əziz dostlar. Biz biznesmenlər, Bəli. deməli, yəni biz həqiqətən də əsl 1 manada alıb 5 manada satanlardanıq. Yalan doğru. Yalan doğru olar, amma doğru yalan ola bilər. Yəni o sözün mənasını yorumlara yazarsın, mən evinəm. Zəhmət olmasa hamımız yazın, çünki mən də başa düşürəm. Yenə də biz. Hər neysə, bu qədər işlik bəsdir. Salam əziz dostlar, yenə də bir daha Yenə də salam. deyirəm, kanalımıza kanala abunə ol. Klient. Mən izləyici. Bu günlərim qavqaşıq satırıq. Bəli. Nə dediniz? Nə dediniz? Okey. Bəli uşaqlar, hər kəs görürsünüz ki, yorğunluqdan hamısı oturub yerə sərilibdir. Hər bir gündədir. Gəl gedək o tərəfdə baxaq. Gəl gedək baxaq o tərəfdə, görək buralarda kim var, kim yoxdur. Kim yoxdur, kim var, kim. Sağ ol izləyicilər, bu gün Aysun telefonla almışam. Aysun xəbəri yoxdur görək. A few moments later. Bəli dostlar, axır ki telefonumu əlindən aldım. Bəli, indi də gedirik. Qızlar, yetərsiniz. Azən görsən. Hə, deməli burada da gedirik beləncə. Gedək görək kim var bu tərəfdə, kim yoxdur. Bayvam da yaraldı nəzərinizə. Nə bəlmağında yaraldı? Elə bir qan axırıyor, heç nə yox. Ay, skorudaydıq bir an. Deməli burada da hər kəs yorğundur. Böyle. Mən də qaçdım. Ayşe da qaçdı. Çox yorğunum. Həqiqətən. Evet. Yəni çəkilişlərin heç biri asan olmur bu qədər uşaqlar. Hər şey göründüyü kimi deyil. Tabii ki de biraz əziyyət çəkirik, biraz deyəndə yəni acından ölürük. Yəni əziyyətlərimizi yerə salmayın, yerə vurmayın. Yerə vurmayın deyəndə inşallah abunə olun səhifəyə və Like atın videolara. Bəli, Yorum yazın. Mənim adımı bilən yolla, o seçkin bir hamısı oxuyur. inşallah yorumlarda fikrinizi bildirərsiniz. Yəni ağıllı bir insandımı yoxsa səydimi? Yəni ki, mənim ağlıma faizlə şey verir, qiymət verir. Bəli, inşallah. Bir də ki bu bayaqların bir söz demişdi, onu cavablandırır. Yalan doğru olar, amma doğru yalan ola bilər. Mənası Bəli. yorumlarda. Zəhmət olmasa hər kəs yazar. Getdik.
Bəli, əziz dostlar, uşağı atdılar, məsuliyyəti görə bunlar daşıyırlar. Mənim üstümə atdılar, çıxdılar. Getdilər. Bəli. Uşağın özünə gedib ayaqqabısını batbalaca alıblar. Bunu böyük ala bilmirsiniz. Az uşağın ayağı burada ağrıyır axı siz. Nehtiyar mama olacaqsınız. Ekibosuz sizə. Deyirlər, yenə deyirlər. Biz bütün vlog boyu ancaq hə. Bütün vlog boyu ancaq hello demişik. Salam. Deməli, neyinirik? Abunə olun deyəcəydim, daha demirəm. Mən salam verməyəm. Bu kanala abunə olmayın, salam verməyə də imkan vermirlər adam. Deməli, burada kimlər var? Salam geliyor. Hə, valla. Danağarıq, yorğunçuluq da az. Deməli, burada kimlər var? Deməli, uşaqlar sinkron qurur. İndi bu da sizə tam ayrıntılarına kimi göstərməyəcəyəm. Burada uşaqlar qırışır, bəli. Az adam oğlanı döyər, əqibdə gülmür. Az elə demə ki, ay ya, nə dedin Asfaya? Nə dedin? Görüm indi. Videoda səsim niyə dəyişsin? Nətər səsimi dəyişirəm? Videoda səsim belə deyil. Nətərdir? Səsini incəldirsən. Az o ən başdaydı. O həmişə hillu deyəndə mən elə deyirəm. Deməli, neyinirik? Çox yorğunluq, təbii ki də. Yorğunuq. Günün sonuna gəldi. Bəli, burada kimi görürəm? Muro, Leyla və Ayşe. Adımı yorumlarda yazacaq. Və burada nə var? Burada uşaqlar hazırlaşır, rəqsə hazırlaşır, kadr arxası görüntülər. Uşaqlar gör. Mənim adımı yorumlarda yazır. Burada Ləzinkaya hazırlaşır. Hərə bir cür kirişəsi gedir. Yorğunçuluq, çox yorğunçuluqdur. Amma bəli, əziz dostlar, videonun başlığında görürdünüz Ayşe necə gözəl, necə qəşəng, necə kulturlu və videonun sonlarına doğru gəlmişik. Ayşe dağılıb dökülür. Ayşe'nin video, yəni Bərdəyə gələndə qaraçılığımızı bildirməliyik təbii ki. Ayşe, ürək sözləri yaxşısan. Az deyə çox yorğunçuluqdur axı, çox yorğunçuluqdur. Ona görə Ayşe danış. Yorğunçuluqdur, çox yorulmuşuq. Bu çox yorulubdur, gördüyünüz kimi. O qədər yorulub ki, danışığını itirib. Yaxşı, sağ olun. Bəli, əziz izləyicilər, çəkiliş qurtardı. Bəli, bu günlük çəkilişimiz bu qədərdir, çəkilişimiz də. Çəkilişimiz bu qədərdir. Sabah görüşərik. Hello, merhaba arkadaşlar, nasılsınız? Bizim suallarımıza cavab verə bilməzsiniz deyirəm, amma yorumlarda yazarsınız, yaxşıyam. Deməli, gedirik yenə də çəkilişə, yenə də Bərdəyə, yenə də Bərdəyə deyəndə uşaqlar os Bərdə deyib, prosto ki, yəni çəkilişə gidiyoruz. Baxabilirsiniz. Bəli, əziz dostlar, bugün Aysunun mədəsi ağrıyır və çəkilişimiz iptal olundu. Niyə? Çünki Aysunun mədəsi ağrıyır. Yalandan deyirik, iptal olunmayıb. Birazdan gedəcəyik yemək tıxışdırmağa. Az belə tutqun almağa. Bəli. Səndən başqa heç kim görsənmir kamerada. Birazdan gedəcəyik yemək tıxmağa. Hə, biz səhv gedim, nəzərinizə çatdırım, belə getmək. Düzdür, indi biz gedirik hal-hazırda çəkilişə baxmağa. Özümüz oynamırıq, sadəcə baxacağıq. Az bu nədir, tutları da atıblar yerə. Atmayıblar, ağızdan düşür. Tutları da atıblar. Belə tutları göstərim yerdə. Atmışsın yerə verərsiniz, biz yerdiydik. Deməli, əziz dostlar, beləncə gedirik. Hələ ki gedirik. Bəli, hələ ki gedirik. Prosta hələ gedirik. Deməli, belə. Qısa bir aradan sonra reklamları verdik. Bəli, qısa bir reklamdan sonra yenə də qarşınızdayım. Bəli. Mənim adımı da Yankı, hamı dedi, yorumlarda yazmanıza ehtiyac yox. Soyadımı yaza bilərsiniz. Bəli, uşaqlar, Leyla'nın soyadını yazın görüm. Görək nədir bu Seylan özü Leyla. Qısa ara, sağ olun. Biraz indi qaydırıq Bakıya. Bu da Murad müəllim. Deməli gidirik Bakıya. Bu da balaca cimcimə. Bizim day başımıza açmadığı oyun qalmayıb dəqiqətən. Day bunu biz bilmirik hara qoyaq. Axırda bu pəncərədən düşəcək aşağı ya da kimin ayağının altında qalacaq. Zəhmət olmasa ehtiyatlı olarsınız. Uşaq da başa düşərsiniz. Gedək Bakıya çataq. Daha doğrusu ortalıqda da biraz çəkəcəyəm. Prosta gedək Bakıya çataq, onda da çəkəcəyəm. Azda baxarsınız da, boy, paka. Aha, deməli böyük bir hadisə baş verdi. Qan su yerlə axır, bəli. Kimsə çıxdı özdə üstümə. Demək, biz çəkilişi qutardıq, Bərdədəki çəkilişi. İndi üzü Bakıya gedirik. Yorğunuq.
Yüzümüzdən gördüyünüz kimi yorğunçuluq, biraz əsəblik, biraz stres, hər şey üst-üstə gəlir. İnşallah Bakıya gedib Leyla xanım, burada Aysu xanım və bir də Roza xanım. Allah sizi qorusun. Sağ olun, var olun. Hello! Axır ki gəldik Bakıya, çatdıq. Ennur müəllim, çəkilişlərimiz necə keçdi? Allah keçdi, izləmədə qalın. İnşallah gözəl videolarla qarşınızdayıq. Bir də bu qədər əziyyət çəkmişik. Aşağıdan kanala abunə olmağı unutmayın. Bəli. Yorğunçuluqdur, biz də gedək yataq, istirahət eləyək və son duraq mənim evim olacaq. İndi Aysu burada düşür və bundan sonra da mən gedirəm. Gidirik. Aysu, sağ ol. Sağ olun, hələlik. Yaxşı bax. Gittim ben, gittim. Vlogun sonudur. Özünüzə yaxşı baxın. Növbəti vloglarda görüşənə də. İnşallah. Hələlik. Sağ olun. Nasılsınız arkadaşlar? Nasılsınız? Axır ki geldim, eve çatdım. Çok yorgunum həqiqətən, amma çəkilişlər çox qəşəng keçdi. Bu arada bu paltaryan səsdir. Heç kim bunu eşitməmiş kimi vloga baxsa çox sevinirim həqiqətən. Deməli uşaqlar, axır ki gəldim, mən çatdım. Hə, bu da vlogun sonudur. Uşaqlar, bunu bir daha deyirəm, əziz izləyicilərim. Yəni bu tarz videoların gəlməyini istəyirsinizsə, videonu bəyənib yorumlara yazarsınız. Bu arada takip atarsınız. Səhifəm yeni olduğu üçün. O yüzden dəstəyinizi gözləyirəm. Takipləri atarsınız. Yəni takipdə qalın ki, bu cür videolar gələcək, çünki paltaryan səsi mənim beynimi apardı. Hə. Burada da sizinlə inşallah sağollaşıram. Yaxşı baxın özünüzə. Hələlik, görüşənədək. Görüşənədək deyəndə, yəni o bir videoda görüşənədək. Paka paka. Özünüzə yaxşı baxın. Sizləri çox sevirəm. Öpürəm sizi. Bay bay.